Başlamazdan əvvəl bir aksiyamız var. Onu bizim dəyərli izləyicilərimizin nəzərinizə çatdırmaq istəyirəm, nəzərlərinə. Nərgiz Klinikasının həkim kollektivi aprel ayının 10-da Gəncə şəhəri Logos Psixologiya Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncədə yaşayan bizim dəyərli vətəndaşlarımız, Gəncə ətrafında yaşayan dəyərli vətəndaşlarımız müraciət edə bilərlər. Yazılmaq mütləqdir. Öncədən yazılın, telefon nömrələrini vaxtımız var, qeyd edin. 070 226 46 48, 022 267 07 07, 051 388 70 70. Əlaqə saxlayın, sağlamlığınıza qovuşun. Bir daha xoş gəldiniz, doktor. Çox sağ olun, Hər zaman təşəkkür edirəm. bəli, hər zaman vurğuluyursunuz, qeyd edirsiniz, amma mənə yenidən suallar gəlir ki, ümumiyyətlə biz bu xəstəliyə, qurdlara necə yoluxuruq? Baxın, qurd xəstəlikləri bugün həqiqətən də çox yaygındır. İnsan helmetləri dövr qədimdən həmişə olub, olacaq da. İnsan yoluxması bunun çox rahatdır və çox asandır. Bu qurdlar 3 qrupa bölünür. Əsasən yoluxmanı dedikdə bilirik ki, bu günləri çox yaygın olan fast food yeməkləridir. Uşaqların, məsələn, sosial yerlərdə çox olmasıdır, restoranlarda, kafelərdə, bağça, məktəb, bu yerlərdə gigiyenik qaydalar mütləq qorunmalıdır. Bunların hər birində yoluxma o qədər rahatdır ki, insan evində belə hər zaman yoluxa bilər. Çirkli əllər, uşaqlarda pis vərdişlər, dırnağın yeməsi, bəzən qələmi çeynəmələri, nəyisə ağızlarına alırlar, hər yerə əllərini vururlar, yumadan nəsə bir şey götürürlər. Bunların təbii ki, yoluxma problemi qaçılmazdır. Heç kim deməz ki, mən bu xəstəlikdən sığortalanmışam. Hər bir xəstəliyə insan istənilən zaman yoluxa bilir. Amma bunun üçün həm profilaktika, həm gigiyenik qaydalar çox önəmlidir. Amma böyüklər də yoluxur. Məsələ orasıdır ki, təbii ki, yoluxa bilər. Qurd xəstəliyi elə bir xəstəlikdir ki, bu parazitə insan hər yerdə yoluxa bilər. Virus kimi, bakteriya kimi bunlar da çox yaygındır. Və parazitar xəstəliklər dedikdə dəri, saç, dırnaq, məsələn, mədə, bağırsaq, həzm sistemi, hər zaman hər bir şey insan yoluxması çox rahatlıqladır. Qurd xəstəliklərinin əsas qurdlar 3 qrupa bölünür. Məsələn, burada heyvanatla məşğul olan insanlar var, torpaqla işləyən insanlar var. Bunların hər birində yoluxması çox rahatlıqla ola bilir. 3 qrup dedikdə girdə qurdlardır. Bunlar ən çox askaritlərdir. Məsələn, görürsünüz ki, trixopoliozdur, enterobiozlardır, angiostomalardır, toksikaradır, trixanyelladır. Bunlar rahatlıqla yoluxa bilir və bunlar girdə qurdlara aiddir. Və sorucu qurdlar var. Ən çox yaygın olan da psirxozlardır. Sorucu qurdlar çox təhlükəlidir və rasta gəlinir. Üçüncüsü isə lent şəkillilərdir. Lent şəkillilər nədir? Lent şəkillilər öküz solüteridir ki, Azərbaycanda donuz solüteri də var, amma Azərbaycanda donuz solüterinə çox az rast gəlinir. Adətən öküz solüterinə çox rast gəlinir. Və bu qurd növləri bilirik ki, uzun müddət orqanizmdə qaldıqda müəyyən fəsadlar yaranır, orqanizmdə müəyyən metabolizmi pozur, immun sistemi zəiflədir. Parazitar xəstəliklər olan insanlarda, məsələn, rəngin avazıması, bəzi insanlarda, məsələn, lent şəkillilər olduqda, öküz solüteri olan insanlarda anemiyanın olması, rəngin avazıması, hətta elə bir sarılıq keçirib, belə bir əhval-ruhiyyəsində o hiss olunur. Demək, növlərinə görə əlamətlər də fərqli olur. Bəli, əlamətlər çox fərqli ola bilər. Məsələn, ibtidailərə aid olan ləmblyozlardır. Məsələn, ən çox rast gəlinən ləmblədir və blastosistidir. Bunlar da təbii ki, nazik bağırsaqda parazitlik edərək yuxarı, məsələn, öd yollarına, öd axarına qədər qalxır ki, burada yaranan o iltihab nəticəsində infeksiyon xəstəliklərinin artmasına da gətirib çıxara bilir ki, burada iltihab olduqda həzm sistemi orqanlarında mədə, bağırsaq çox narahat olur. Ümumiyyətlə, biz belə diqqətlə nəzər salsaq, əksər insanlarda qurd xəstəliklərinin fəsadları oxşardır. Mədə, bağırsaqla da oxşar ola bilər, öd qaraciyərlə də oxşar ola bilər. Amma unutmayaq ki, hər bir insan ilk öncə öz həkimi olmalıdır.
özündə gedən əlamətləri, özündə gedən narahatçılıqları insan ilk öncə özü hiss eləyir və sonradan həkimə müraciət eləyir. Baxın, parazitar xəstəliklərin içərisində insan helminthləri, qurd xəstəlikləri çox, deyərdim ki, insan orqanizmi üçün təhlükəlidir. Baxın, mədə-bağırsaq sisteminə təsir edir, sinir sisteminə təsir edir, immun sistemə təsir edir, metabolizmin pozulmasında, vitamin balansının pozulmasında çox böyük mühüm rolu var. İnsanlar bəzən hər şeyə bir tərəfli baxmağa çalışırlar ki, məsələn, mədə-bağırsaqsa, mən mədə-bağırsaq müalicə elədim, bir müddət yaxşı olur yenə həmin vəziyyətdə. Amma onu dəqiq araşdırdıqda ən çox təsir eləyən növlərdən də askaritlərdir ki, mədə-bağırsaq həzm sistemini pozur. O nədən yaranır? Təbii ki, bayaq sadaladığım həmin o problemlərdir ki, mədə-bağırsaqda infeksiyanın yaranmasına gətirib çıxarır. Məsələn, görürsünüz ki, belə xəstələrdə uzun müddət halsızlıq olur, yorğunluq olur, ürək bulanma olur, bəzən öyümə, qusma hallarına qədər gətirib çıxara bilir. Bəzən görürsən ki, belə hallar var ki, orqanizmdə gedən dəyişikliyi insan hiss eləyir, amma qurd olduğu üçün deyir, qurddandır, heç nə olmaz, keçib gedər. Amma qurd xəstəlikləri o qədər, xərçəngə qədər gətirib çıxara bilir. Onun məskunlaşdığı yerdə, əgər uzun müddət qalır, orada ölü hüceyrələr yaranırsa, nekrozlaşma əmələ gəlir və o düyünlər, o şişlər get-gedə yarana bilir. Ümumiyyətlə, trixanelladır, məsələn, haşnağın adı birbaşa ali sinir sisteminə təsir edir. Ali sinir sisteminə təsir etdikdə uşaqlarda yaddaşın pozulması, ani sudurqaların olması, epileptik tutmaların olması kimi əlamətlərlə də özünü büruzə verir ki, bu zaman valideyn çox diqqətli olmalıdır. Qurdun müayinəsində, müalicəsində çox dəqiq olmalıdır. Məsələn, burada bir çox qurd şəkillərini, parazitar, məsələn, bunların hamısını, bu qurdların hamısını məhz bizdən evdə valideynlər çəkib göndərir. Valideynlər evdə nə görürsə, biz onlara deyirik. Evdə o xarici olan zaman, hamı bilir ki, Nərgiz klinikasında müalicələr yalnız öz məhsullarımızdan aparılır və həmin məhsullar ki, tam Azərbaycanın dərman bitkilərindən hazırlanıb və bunları da müalicələrimizin nəticəsidir ki, bu parazitlər orqanizmdən xarici ola bilir. Və onu içən zaman bizim öz xüsusi gigiyenik qaydaları var, öz xüsusi istifadə qaydalarımız var. Dərmanların verilən zaman onların içilmə qaydası düzgün olmalıdır ki, xəstə tam sağalıb müalicəsini normal qəbul eləyə bilsin. Doktor, elə qurd növü var ki, məsəl üçün, orqanizm onu özü məhv eləsin. Baxın, özü əgər immun sistemi möhkəm olduqda, təbii ki, o sürfələrin yaranmasına şərait yaranmır, orqanizm özü mübarizə aparır və o xarici ola bilir, o süfrə yetişmir. Bəzən görürsünüz, askaritlər ildə bir dəfə özü də düşə bilir. Amma orada əgər diş müayinə metodu var, doktor. Müayinə metodlarımız çoxdur, fərdi olaraq, insanların özündən asılı olaraq o müalicələri tətbiq eləyə bilirik. Məsələn, elə xəstə var ki, deyir, mən çox həddindən artıq allergik xəstəyəm. O allergiyanın çox vaxt törədicisi elə məzələ parazitlər olur, qurdlar olur. Ona görə valideynlər daha çox diqqətli olmalıdır. Bəs dəridə o özünü necə göstərir, qurdun olması? Məsəl üçün, parazitin, məsələn, görürsünüz ki, çox həddindən artıq irinli, qarışıq dəri, yağlı, çopurluqdan müraciət edən xəstələr var. Onlar uzun müddət kosmetik müalicələr alır, yerli müalicələr alır. Yerli müalicə mən demirəm olmaz, yerli müalicə mütləq şərtdir. Amma daxildən gedən prosesi, patologiyanı aradan qaldırmasaq, tam istədiyimiz nəticəni... İkisi bir arada aparılmalıdır bu müalicəni. Bəli, tam nəticəni ala bilmərik. Deməli, ikisi bir arada aparılmalıdır.
səpkinin yaranma səbəbini tapmamış, o səpkin müvəqqəti iynələr vurulur, kremlər çəkilir, losyonlar verilir, amma nəticə yoxdur. Niyə? Ona görə ki, əgər parazit varsa, baxın, mən həmişə vurğulayıram ki, adətən plazmafarez, kolonoterapiyadır, bağırsağın yuyulmasıdır. Bu prosedurları çox vaxt qurdun təmizlənməsi, allergiyanın azalması üçün istifadə eləməyə çalışırlar. Amma bu yanlış bir fikirdir. Niyə? Müalicə aldıqdan sonra bu prosedurlar sənə daha effektiv ola bilər. Müalicə almadan əgər bu prosedurları aparırsınızsa, orada təbii ki, istənilən nəticə olmayacaq. Aknelərdir, məsələn, el arasında ən çox tanınan prişikdir də, belə deyirlər. Bu səpkilərdir, qızartılardır, yağlılıqdır, iltihabdır. Bu saç dibində də ola bilir. Bu özü də bir parazitin növüdür, stafilokoklardır. Məsələn, bu saçda, dəridə, dırnaqda, hər yerdə ola bilər. Amma insanlar fikirləşir ki, mən gedəcəm kosmetoloqa, bunu eləyəcəm, bu bitəcək. Elə bir şey yoxdur. O müvəqqətidir yəni. Bəli, o müvəqqət, o mütləq daxili orqanlarda gedən patologiyaları nəzərə almalıyıq. Doktor, hansı qurd növlərini müalicə etmədikdə o əməliyyata gətirib çıxarır? Bu exnakoklardır ən çox. Bəli, exnakoklardır ki, o əməliyyat vasitəsilə olunur. Amma ən yaxşısı olar ki, insanlar müalicə almamışdan öncə dəqiq diaqnozunu bilsin. Ondan sonra aparılan müalicələr effekt verir. Burada, məsələn, exnakoklarda heç bir müalicə tətbiq eləmək mümkün deyil. Yalnız əməliyyat. Yalnız əməliyyat göstərişdir və əməliyyat zamanı da orada düzgün aparılmalıdır ki, təkrar yaranmasın. Neçə ilə yəni o böyüyür, yəni təhlükəli olur? Çünki mən bildiyimə görə insan bədənində hətta 10-12 ilə qədər yaşaya bilir o. Bəli, o exnakoklar uzun müddət yaşaya bilir, amma o orqanizmə o qədər zərər verir. Qaraciyər yüklənir, qaraciyərdə problemlər yaranmağa başlayır, ödün funksiyası pozulur, həzm sistemi pozulur, mədə bağırsaq, sinir sistemi pozulur. Bunların hamısını nəzərə alsaq, təbii ki, normal müalicə aparmaq mümkün deyil, mütləq cərrahi əməliyyat exnakoklarda qaçılmazdır. Doktor, bir də hər arıq insan, bunda qurd əlaməti, qurd ola bilərmi? Arıqlıq o demək deyil ki, burada qurd olsun. Naturası da ola bilər, irsi faktor, gidiyin, istədiyin kimi sorulmur, bunların hamısı var. Nəyə görə bu sual verdim? Biz o vaxtda nənələrimiz bizə deyərdi ki, yəni sən yediyindən qurd qidalanır. Ona görə insanlar, o fikir hələ də insanların beynində qalır. Bəli, o qurdun qidalanması öz yerində, amma orada qurdun qidalanması sənin yediyin o boyda qidanı qurd yeyə bilməz ki. Yox. Məsəl üçün, bir çox kök insanlar var ki, o deyir ki, məndə qurd ola bilməz, mənim yəni çəkim var, bu, mən arıq olsam... Yox, elə uşaq gəlib ki, onda 3 dənə qurd olub, asqari də yedizdirə bilir. Asqaridə olan uşaqların əksəriyyətində yeməyə meyillilik olur. Məsələn, elə xəstəlik, elə qurd növləri var ki, biz deyirik ki, məsələn, asqaritləri olan xəstələrin əksəriyyətində aşırı köklülük ola bilər. Bu, o demək deyil ki, bunun qurdu var, arıqdır, qurdu yoxdur, arıqdır. Əgər qurdunu yoxlasa, qurdunu müalicə eləsə kökələcək. Bəzən dediyim kimi, qurd immun sistemi pozur, metabolizmi pozur, vitamin balansını pozur. Təbii ki, bunların hamısı qurda orqanizmi öz təsirini göstərir. Qurdun növlərinə görə yerləşməsi də fərqlidir. Yəni, məsəl üçün, öddə məsəl üçün qurd olurmu, doktor? Öddə ləmbilə parazitlərin bir növüdür, ibtidailərə aiddir. Ləmbilə ola bilir, yox, olur. Çox olur. Burada bəzən xəstələrdə yanlış belə bir fikir var ki, mən nəcis analizini həmən 2 saat ərzində aparmalıyam. Orada diri ləmbiləni tapmaq üçün o vaxtı Sovetlər devrində belə bir metod var idi ki, nəcis vaxtında tez getməlidir, isti-isti olmalıdır ki, tez orada həmin o diri ləmbilələri görsünlər. Əgər ləmbilə sis də varsa, burada ləmbiləni diri axtarmağın heç ehtiyacı yoxdur. Sis də qurdun selik formasında öd yollarına, öd axarına yığılır, ödün sistemini pozur, öddə olan, məsələn, uzun müddət olan qatlaşma, çöküntü, selik get-gedə öddə durğunluq yaradır və başqa problemlərə gətirib çıxara bilir. Doktor, bu müalicəsi nə qədər davam edir? Qurdun müalicəsi əslində protokolla 45 gün, 2 aya qədərdir. Amma bəzən
onu 3 günə müalicə eləmək istəyirlər, bir həftəyə müalicə, o mümkün deyil. Müvəqqəti sakitlik yarana bilər, yenə qayıdıb həmin bir şey olacağı mümkündür. Bir də keçici qurdlar hansılardır doktor? Bütün qurd növləri, məsələn, keçici ola bilər. Unitasdan da keçə bilər, pasteldən də keçə bilər. Müəyyən, məsələn, gigiyenik qaydalara əməl olunmadıqda bir çox yerdə yoluxma problemi qaçılmazdır. Ümumiyyətlə, doktor, neçə cür analiz var ki, bunu mütləq vermək lazımdır? Çünki mən çox eşitmişəm, bu keçən verilişlərimizdə də bunu qeyd eləmişdim ki, iki növ, hansı həkimə gedirsənsə, bir çox həkimlərə ümumiləşdirməyim, iki növ qurd var ki, onu analizini istəyirlər. Askarit ləmbili. Niyə görə belə? Başqa, çünki mən yenə deyirəm, o reaktivləri almaq baha olduğu üçün, elə məsələn klinika var ki, onu qurda gələn xəstəsi azdır. Təbii ki, bu reaktivi alıb orada qoyub bahalı da reaktivlərdir, onu çölə ata bilməz. Ona görə də qurdun müayinəsində əsas nəcis analizidir, saskop, yəni yaxma analizidir və həmçinin də qanda antitelin yoxlanmasıdır. Bir də doktor, bir izləyici mənə yazmışdı ki, o zamanlar bizə nənələrimiz, xalalarımız deyirdi ki, sarımsaq yedikdə heç gedib analiz verməyə ehtiyac yoxdur, qurdlar özləri tökülür. Yox, analiz verməyə ehtiyac yoxdur deməzdim. Əgər qurdu varsa bir xəstənin, təbii ki, orada bir çox, məsələn, fəsadlar olur, bir çox narahatçılıqlar olur, amma orqanizmi tam tənzimləmək üçün, dəqiq müayinə üçün həkimə müraciət edib, gedib yoxlatdırıb və sonra da müalicə almaq. Ümumiyyətlə, yenə də xeyri varmı, doktor? Azdan çoxdan bu sarımsağın, qurdların mübarizəsində deyək. Sarımsaq müəyyən dərəcədə, bəli, güclü dərman bitkisidir. Deyərdim, belə adlandırıram onu. Məsələn, deyilənə görə ən çox, məsələn, güclü antibiotik olan bir bitki növüdür və sarımsaq bəzən həqiqətən də sakitləşdirici rol oynaya bilər. Bəs sinir sisteminə necə təsir edir və doktor, bunun müalicəsi necə aparılır? Baxın, sinir sisteminə, məsələn, yenə deyirəm, nevropatoloqlar bizə çox göndərir bu xəstələri. Orada tirxanyelladır, haşnanadır, askaritlərdir. Ümumiyyətlə, qurdun hamısı birbaşa, məsələn, sinir sisteminə öz toksik təsiri var. Amma onların müalicəsi çox rahatlıqla aparılır. Burada paralel, bəli, həmin nevropatoloqun müalicəsi, bəzən o sinir sisteminə yaradan qıcıq parazitdirsə, o paraziti müalicə etdikdən sonra heç ona ehtiyac da qalmır. Çox gözəl. Aksiyamızı. Bəli, vaxtımız varsa reklama keçmədən öncə aksiyamızı bir daha bizim dəyərli izləyicilərimizin nəzərinə çatdırmaq istəyirəm ki, Nərgiz Klinikasının həkim kollektivi aprel ayının 10-da Gəncə şəhəri Logos Psixologiya Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmlər doktoru Məlahət Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncədə yaşayanlar, Gəncə ətrafında yaşayan hər bir vətəndaşımız müraciət edə bilərlər. Öncədən yazılmaq mütləqdir. 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrələri ilə əlaqəyə saxlaya bilərsiniz və bir dəqiqəmiz var. Biz mövzumuza davam edə bilərik, əziz rejissorumuz. Edə bilərikmi? Doktor, sinir sisteminə danışdıq, nevropatoloqların müalicəsi ilə, deməli, sizin müalicəniz bir arada aparılır. Ümumiyyətlə, bu təbabətdə müalicəsi necə olur, doktor? Təbabətdə də həmçinin eyni qaydada gedir, amma bizim fərqli olaraq tabletkadır, müəyyən kimyəvi dərman preparatlarından fərqli olaraq verdiyimiz dərmanlar tam təbiidir və tam da effektiv nəticəsi olur. Ümumiyyətlə, qurdun müalicəsi çox diqqətli və çox dəqiq aparılmalıdır. Məsələn, xəstələrdə biz müşahidə edirik, bayaq dediyiniz kimi arıq olan insanlarda qurdun müalicəsindən sonra çox gözəl, güclü kökəlmə gedir əksəriyyətində. Bəzən görürsən ki, qurdun müalicəsi uzun müddət aparılmadıqda daha da xəstədə dəri problemi də, sinir sistemində gərginlik də, mədə bağırsaq da problemləri yarana bilər. Qısa aradan sonra biz mövzumuza davam edəcəyik. Heç yeri ayrılmırsınız, diqqətiniz bizdə olsun.
Efirimiz davam edir, əziz izləyicilərimiz. Studiyamızın qonağı Məlahət xanım Qəhrəmanovadır. Doktor, bir izləyicimiz sual vermişdi ki, mən qurd analizi verirəm, şübhələnirəm, doktorun dediklərinə deyir, hər dəfə sizin verilişinizi izləyirəm, təşəkkür edib sizə. Amma məndə bu qurd çıxmır, amma əlamətləri eynidir. Hər dəfə deyir, bir 3-4 dəfə vermişəm, analizlərdə göstərmir. Bu necə olur ki, aşkarlanmır? Analizlər veriləndə daha çox valideynlər diqqətli olmalıdır. Analiz mütləq şərtdir. Amma bəzən o əlamətləri ki, insan özündə hiss edir və bəzən gözündən görürsə, orada profilaktik olaraq müalicə apara bilər. Amma burada bir şeyi deyim ki, belə şeylərlə biz çox rastlaşırıq. Xəstə deyir, mən gedirəm, analiz verirəm. Bayaq dediyiniz həmin sözdür ki, 2 qurd növü verir. Leamblia, askariyada. Təbii ki, burada o parazit aşkarlanmaya bilər. Heç onda Leamblia askariyada yoxdur. Trixanella var, toksikara var, abstrixoz var, biz quyruq var, trixfalioz var, angilistoma. Gör, nə qədər qurd növü var. Azərbaycanda bugün ən çox aktiv olan 10 qurd növü var ki, 25-i daha çox yayğındır, amma 10 qurd növü var ki, daha aktivdir. Və bu baxımdan da analizi verməmişdən öncə insan əgər özündəki bu şübhələr varsa, analizi daha geniş verməlidir. Məsələn, mən bilirəm ki, Rusiyadan gələn xəstələrin əksəriyyətində çox rast gəlirik toksikara, abstrixoza, trixanellaya. Bax, bu qurd növləri oradan Rusiyadan gələn xəstələrdə çoxdur. Bizdə endemik zona olan yerlərdə, məsələn, o zonalarda cənubdan fərqli olaraq çox, məsələn, aşırı angilistoma, askaritlərə, məsələn, trixanellaya rast gəlmək olur. Leamblia qaçılmazdır, bəzən sudan, çən suları içən, quyu suları. Dəridən tutmuş, saç dibindən tutmuş, bütün insan orqanizmində olan bütün parazitlərdən söhbət gedir. Və bu kitabın üstünlüyü ondadır ki, mən bəzi xəstələrimə, bəzi həkimlərimizə mən bunu hədiyyə eləyirəm. Və bu kitabda insana lazım olan bütün məlumatlar var. Və ona görə də biz ümumiyyətlə qurddan danışanda insanlar özü məlumatlı olmalıdır. Səhiyyə Nazirliyinin məsələn, əmrinə əsasən bütün tibb işçilərinin birbaşa vəzifə borcudur. 278 və 188-ci bəndə baxsaq, orada yazılır ki, birbaşa bütün tibb işçilərinin parazitlə mübarizə vəzifə borcudur. Və ixtisasından asılı olmayaraq, hər bir həkim bu haqda məlumatı olmalıdır. Məsələn, deyək ki, burun-boğaz lor həkimləri götürək. Burada parazitin çox böyük allergik həssaslıq yaratmağı, qıcıq yaratmağı, bəlğəm ifrazında xəstələrdə aşırı öskürəyin olmasında birbaşa rolu var. Məsələn, xəstə gedir allergik riniti əməliyyatla eləməyə çalışır. Amma burada biraz dərinə geçsək, parazitlərin görün nə qədər fəsadı var. Uzun müddət krupoz pnevmoniya kimi xəstə öskürəkdən əziyyət çəkir. Rentgen zamanı orada qurd görünmür ki, krupoz pnevmoniya kimi yazırlar. Amma həkim diqqətli olmalıdır ki, bu öskürək səbəbsiz bax ki, kadrı zəhmət olmasa göstərin. Məsələn, orada da askaritlər çox böyük, bundan da qabaq geydi, belə, bu. Bax, bunlar trixanellalardır. Bu, birbaşa ali sinir sisteminə təsir edir, mədə bağırsaqda təsir edir, uşaqda sudurqalara, ani huşun itməsinə, uşaqda aşırı əsəbliliyin olmasına gətirib çıxardır. Mən bir çox nevropatoloq həkimlərimiz var ki, məhz bu qurdun törətdiyi fəsadlara görə uşaqlarda həmişə trixanellanı, haşnananı yoxlayırlar. Və
Görürsünüz, bax gəldik. Lorda dedim, elə ali sinir sisteminə təsir edir və deyirəm ki, sinir sistemini pozur. Nevropatoloqlarda da görürsünüz ki, nə qədər problem yaradır. Ümumiyyətlə, xəstələr var ki, uzun müddət nevroloji müalicə alır, amma heç vaxt paraziti yoxlamır. Anemiyası olan xəstələr heç vaxt paraziti yoxlamır, deyir, irsi faktorda anemiyası var. Yəni, bunları sadalasaq, bitmir. Çünki bütün xəstəliklərdə mütləq paraziti də nəzərə almaq önəmlidir. Doktor, İstər dəri xəstəliklərində. Bəs epilepsiya, məsələn, qurtlar epilepsiyanın yaranmasına səbəb ola bilərmi? Yox, yaranmasına səbəb olmur. Orada xəstələrdə bu epileptik tutar sinir sisteminlə əlaqəli problemləri var. Amma onu aktivləşdirib daha çox ona təsir edə bilir. Məsələn, allergiyası olan xəstələr var. Elə xəstələr var ki, məsələn, bilirik ki, allergiya autoimmun xəstəlikdir, uzun müddət davam edə biləcək xəstəlikdir. Burada parazit də qoşulanda xəstədə ağırlaşma gedə bilir, narahatçılıq yarana bilir. Kosmetoloq ya dəri həkimi nə qədər kosmetoloji müalicə eləsə də mütləq daxili eləməlidir. Daxili eləmədən dəridə effekt almaq çox çətindir. Bəs qurd xəstəliklərinin saça təsiri nədir, doktor? Saçın tökülməsinə... Saçın tökülməsində də birbaşa deyərdim rolu var. Niyə? Çünki immun sistem zəifdirsə, qurd xəstəliyi immun sistemi zəiflər, vitamin balansını düşürürsə, təbii ki, bu saç töküləcək. Bundan başqa da saçın müalicəsində uzun müddət, məsələn, dəri xəstəliklərindən də əziyyət çəkənlər var. Yağlılıq olur, kəpək olur, qızartı olur, səpkilər olur saç dibində. Bunları tam müalicə etmək üçün düzgün olaraq yaxşı olardı ki, birinci ilk öncə qurdun müayinəsi aparılsın. Çünki mənim çox tanıdığım insanlar var, çox əziyyət çəkirlər bu saç tökülməsi ilə bağlı. Kosmetoloqa gediblər, nevropatoloqa gediblər, müalicə alıblar, amma heç bir nəticəsi olmayıb. Təbii ki, ola bilər. Amma sırf mən deməzdim qurda. Qurd onun törətdiyi problemlərdən yaranır saç tökülməsi. Ona görə ki, məsələn, dediyiniz kimi, asır əsəbliliyi varsa, o biraz da paraziti varsa əsəbi olacaq. Mədə-bağırsaqda sorulma prosesi ləngi olacaq. Vitamin balansı zəifləyəcək. Ümumiyyətlə, zobun özündə də askaritlərin, ümumiyyətlə, qurdun toksik təsiri var. Və bu üzdən də xəstələr bu xəstəliklərdən uzun müddət əziyyət çəkə bilərlər. Dəri xəstəliklərlə bağlı, məsəl üçün, qurdun olmasını qarışdırırlar insanlar. Mən əsasən də göbələk deyərdim. Yəni, mən eşitdiyimi deyirəm, siz daha düzünü deyəcəksiniz. Yox, baxın, göbələk başqadır, o da bir bakteriyadır. Amma qurdun törətdiyi fəsadlar dəridə çox özünü göstərir. Dəri ilə deyərdim ki, birbaşa sıx. Baxın, bayaq plazmafarez, azonoterapiya, məsələn, əgər bir xəstədə qurd varsa, bu xəstədə aşırı, məsələn, allergik həssaslıq varsa, bu gedib qanı yudurtdu. Plazmafarez əsasən qanın yuyulması deyirik də belə. İndi o da dərdədir, doktor. Amma o qanın yuyulması, əgər bu parazit burada durursa, öddə qatlaşma var, öddə çöküntü var, ödün süzmə prosesi normal deyilsə, bir aydan 10 gündən sonra yenə həmin toksik təsir, həmin şeylər qana sorulacaq. Hər ay qeyb qanını yudurtmaz ki, birinci ilk öncə onu təmizləməlidir və o təmizləndikdən sonra demək olar ki, onun müalicəsini almalıdır. Amma nəyə görə bunu dedim, doktor? Əlamətləri mənə elə gəlir ki, eşitdiyimə görə yenə də vurğulamaq istəyirəm ki, o qaşınma olur, qızartı olur, onu çox qarışdırırlar. O baxımdan bunu dedim ki, yəni dəri xəstəliyində necə özünü göstərir? Fərqlidirmi bu yəni? Baxın, dəri xəstəliyində təbii ki, uzun müddət qızartı, səpki, allergik həssaslığın artması, bunlar bir-birini çox tamamlayır. Əgər bu varsa xəstədə, o demək deyil ki, qurdu var olacaq. Qurdu olmaya da bilər, ödündə problem ola bilər, qaraciyərdə ola bilər, mədə-bağırsaqla bağlı ola bilər. Qəbizliyi olan insanlar, öd qaraciyərin normal fəaliyyəti olmayan insanlarda təbii ki, dəri problemi abartılı surətdə qalacaq. Amma onları müalicə edərək, dəriyə müalicə alanda daha effektivdə təsiri ola bilir. Bir də bunu da bir valideyn mənə sualı ünvanlamışdı ki, doktora mütləq verərsiniz bu sualı. Uşaqda qarın ağrısı olur, qurdun əlaməti. Sancı, bəli. Məsələn, son günlərdə çox maraqlıdır ki, uşaqların əksəriyyətində sancı ilə müraciət edirlər.
Baxın, o göbək ətrafı sancıların olması. Məsələn, bu yaxından bir dənə uşaq var idi. Həddindən artıq sancısı var idi. Bu uşağı uzun müddət biz müayinə elədik, müalicə apardıq. Uşaqda sancı dayanmırdı. Bir müddət sonra valideyn o sancı olan zaman biz ona qurd dərmanı verdik və sancı olan zaman valideynə tapşırdıq hansı prosedurları eləməlidir və imalə elədik. Gəlib nə qədər qurd tökülsə yaxşıdır. Ondan sonra uşaqdan o sancı keçdi, getdi. Hər bir orqanizmin öz reaksiyası var. İstər uşaqlarda, istər böyüklərdə aşırı qurd xəstəliyi olan insanlarda onlarla üzləşmək mümkündür. Aydındır. Aha, doktor, elan deyəcəm, bəli, rejissorumuz mənə xatırladır ki, elan deyin. Bəli, mütləq. Sonunda bir daha nəzərinə çatdıracağım dəyərli izləyicilərimizin. Doktor, ümumiyyətlə qurddan qorunmaq üçün nə etmək lazımdır ki, insanlar bu qurd parazitlərinə yoluxmasınlar? Bir də nəyi demək istəyirdim? Siz verilişimizin öncəsində vurğuladınız ki, insan torpaqla təmasda olan insanlar var, işləyirlər. Amma doktor, mən onu düşünürəm ki, daha çox indiki yaşayışla müqayisədə o zamanlar daha çox təmasda olurdular. İndi bilirsiniz ki, rayona gedirsən, nə üçünsə istirahətə, nəsə alıb gətirmək istəyirsən, amma deyirlər, biz özümüz də alırıq, burada yoxdur. Heç nə əkib becərmirik, yəni. O zaman daha az olurdu, yəni insanlarda bu parazitlər. Xeyr, o zaman da var idi. Hər zaman olub, bakteriyadır, infeksiyadır, bunlar qaçılmazdı, qurd xəstəliklərdir. O zaman insanlar ona bəzən də diqqət ayırmırdı. Bəzən də insanlarda immun sistemi möhkəm olduğu üçün onlarda aşırı bu qurd xəstəliyi aşkarlanmaya bilərdi. Amma Sovetlər devrində də hətta məktəbə uşaqlar yadımdadır ki, korobkada, spiçka korobkasında, kibrit korobkasında o analizi gətirməyəni sinifə belə buraxmırdılar. Həmişə profilaktik olub, həmişə qurda qarşı mübarizə olub. Ən əsas qorunma yolları nədir? Gigiyenik qaydaları dedik, qidalanmanı qeyd elədik. Bəli, qorunma təbii ki, burada gigiyenik qaydalara nəzarət olmalıdır. Dırnaqlar vaxtında tutulmalıdır, uşaqlarda dırnaq yeməməlidir, əllər tez-tez yuyulmalıdır, pasteldir, alt paltarıdır, vaxtında yuyulub ütlənməlidir. Aksiyamızı deyək. Başda aksiyamızı qeyd edək. Bizim dəyərli izləyicilərimiz, diqqətiniz bizdə olsun. Nərgiz Klinikasının həkim kollektivi aprel ayının 10 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət Qəhrəmanova öd, qaraciyər, mədə-bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Telefon nömrələrini sizin diqqətinizə nəzərinizə çatdırmaq istəyirəm. 070, qeyd edin, 226 46 48, 022 267 07 07, 051 388 70 70 öncədən yazılmaq mütləqdir. Yazılın, sağlamlığınıza qovuşun. Mövzumuza davam edirik. Bəli, efrimizə yeni qoşulan izləyicilər varsa sizi bir daha salamlayıram. Qurd xəstəlikləri, parazitlər xəstəliklər haqqında doktorumuz, dəyərli doktorumuz Nərgiz Tibb Mərkəzinin rəhbəri Məlahət xanım Qəhrəmanova bizi maarifləndirir. Doktor, siz hər dəfə qeyd edirsiniz, çox geniş məlumat verirsiniz və elə ailələr var ki, məsəl üçün övladları özləri heyvansevər olur. Deyir, mən nə eləyirəmsə bu iti pişiyi evdən ayıra bilmirəm, övladıma görə bunu saxlamaq məcburiyyətindəyim, amma 2 dəfə qurddan müalicə almışam. Bu bizim bir izləyicimizin yazdığı. Bəli, profilaktik olaraq müalicə önəmlidir. Mən fikrimizi yayındırmayaq, amma bir aksiyanda demək istəyirəm ki, şəkər xəstələri bizim gəlib stop diabet çaylarımızı ala bilərlər. Böyrək xəstələrinin, böyrəkdə olan iltihab, duz, qumun yaranmaması, duz kristallarının olmaması üçün hər kəs böyrək çaylarımızdan istifadə edə bilərlər və aşırı öskürək olub, səbəbsiz öskürəyi olan insanlar da həmin bu çaylardan, bronxlife çayımızdan istifadə edə bilərlər. Amma bu dediyim, bu aksiya ödənişsizdir. Hər kəs bu çayları istədiyi zaman əldə eləyə bilər. Gəlib klinikamıza müraciət eləyərək bu aksiyadan yararlana bilərsiniz. Bronx çayıdır, stop diabetdir, şəkər xəstələri üçün, həmçində böyrək çaylardır. Bunun üçünü də istənilən kəs gəlib ala bilər. Düşünməyin ki, yalnız gəlib müayinə olunmalısınız. İstədiyiniz zaman bəli, o çayları əldə eləyəcəksiniz və ətraflı olaraq məlumat veriləcək. Bəli.
Doktor, mən burada qeyd elədim bizim aksiyamız barəsində. Deməli, nevropatoloq, kosmetoloji xidmətlər olacaq, sizin müayinəniz olacaq, müalicələr həyata keçirəcəksiniz. Ümumiyyətlə istərdim ki, məsəl üçün tutaq ki, siz hər zaman da qeyd edirsiniz ki, bölgələrə görə qurdların yaranması da fərqlidir. Bu mövzu istərdim qaydaq bir daha vurğulayaq ki, məsəl üçün siz hər zaman Lənkəran cənub zonasını götürürsünüz ki, orada Angilostomalar o tərəfdən gələn qurdlardır və yəni Angilostoma qurdu askaridə oxşar qurddur. Askaritlə eyni deyərdim oxşardı və ən çox torpaqla təmasda olan insanlarda daha çox rast gəlinir. Məsələn, yay aylarında insanlar daha çox dənizə, məsələn, təbiət qoynuna, belə yerlərə daha çox meyl eləyir və burada da həqiqətən də bu xəstələrdə aşırı olaraq görürsən ki, buna məsələn həssaslıq var. Belə xəstələr uzun müddət müalicə almadıqda sonradan başqa fəsadlarla da üzləşə bilirlər. İstərdim, doktor, xalq təbabəti ilə qurdun müalicəsinə toxunaq. Bizim izləyicilərimizə, bilmirəm, doğrudan da bu mövzu çox maraqlı olur ki, biz özümüz istəyirik ki, həm belə müalicə alaq, həm ondan sonra qorunmaq üçün təbii üsulla davam elətdirək. Təbii üsullarla müalicə bugün çox gündəmdədir. Nəinki Azərbaycanda, bütün dünyada, Avropa ölkəsində də daha çox gündəmdədir. Bu yaxından Pakistanda keçirilən molekulyar biologiya böyük bir konferans keçirildi. Bütün dünya alimləri oradaydı. Düzdür, mən internet vasitəsilə izlədim. Amma bu illər öncə bu şeylərdə, yəni bu konferanslara mən çox tez-tez gedirdim və hal-hazırda da əməkdaşlığımız var. Orada həmin o institutla, o bölgə ilə. Baxın, Ankara'da keçirilən parazitologiya haqqında böyük konferansda oldu. Yəni bu konferanslarda ən çox nəyə gündəmə gəlir? Yeniliklər. Yeniliklərdən biri də təbii vasitələrlə müalicə. Çünki bilirik ki, qurd xəstəliklərinin verilən tabletkalar bəzən insanlarda toksik təsir yaradır. Qaraciyəri xəstə olan insanlarda daha çox kəskinləşmə yaradır və qurdun müayinəsi və müalicəsi dəqiq aparıldıqda tam təmizləmək mümkündür. Ümumiyyətlə, qurd xəstəliklərinin bugün yaygın olması, dediyim kimi miqrasiyanın olması, turizmin oradan bura, bu ölkədən o ölkəyə daşınması, hətta elə qurd növü bir dəfə göstərmişdir. O şəkil olmalıdır, yəqin ki, belə tapa bilməzlər. Ona mən baxmalıyam və diqqətlə. O qurd növü, məsələn, Azərbaycanda çox az rast gəlinən qurd növüdür. Amma şiştosomlar Azərbaycanda çox yoxdur, amma o qurd növü bir dənə uşaqdan düşmüşdü, valideyn çəkib bizə göndərmişdi. Ona görə bunu deyirəm ki, yəni bax, burada məsələn soxulcandır. Görürsünüz, böyük bir qurd növüdür. Bu uşaqda 8-9 yaşında uşaqdan düşür. Əsasən uşaqlarda olur. Bəli. Böyüklərdən də çoxdur düşəni. Məsələn, deyərdim ki, hər gün ərzində bir 8, 10, 7, 8 xəstə bu görüntüləri bizə göndərir. Evdə müalicə alırlar, o tökülən qurdların şəklini bizə göndərirlər ki, doktor, uşağımdan bu düşdü, mən çox narahatam, bu nədir? Belə deyərək çox müraciətlər var. Amma orqanizmin bunların bu toksik təsirindən azad olması tam sağlamlıq deməkdir. Niyə görə? Baş ağrı verir, ürəkbulanma verir, qəbizlik verir, köp verir, gəyirmə verir. Bu baxımdan da demək olar ki, bu əlamətləri valideyn gördükdə mütləq həkimə müraciət eləməlidir və vaxtında, anında düzgün müalicə almalıdır. Amma mən valideynlərdən eşitmişəm bir çoxlarından ki, uşağıma qarşı çox diqqətliyəm. Gigiyenaya %100 indi özündən əmindir xanım. Əməl edirəm deməyi, məsəl üçün uşaqdır, fast food istəyir, məsəl üçün indiki uşaqlar maşallah sushi falan yeyir. Amma deyir ki, onlardan qoruyuram, amma uşağımda qurd aşkarlanıb. Ola bilər, yenə deyirəm, heç kim qurddan sığortalanmayıb. İstənilən halda, istənilən yerdə anadan da yoluxa bilər, atadan da yoluxa bilər, əmidaydan da, evə gəlib gedən insanlardan da, hər yerdən insan hər zaman yoluxa bilər. Amma ən çox, məsələn, tabletkalardan çox təbii vasitələrlə aparılan müalicələr tam zərərsizdir. Məsələn, bilirik ki, bütün qurd xəstəlikləri üçün olan dərman preparatlarının tərkibində yazılır ki, təbii ki,
bunun toksik təsiri var, qaraciyərə mütləq təsiri var və qaraciyər qoruyucu için. Bu zaman xəstə uzun müddət və uzun vaddə məsələn müalicə aparmalıdır və əziyyət də çəkirlər. Amma ən yaxşısı təbii vasitələrdir ki, heç bir kimyəvi qatqısı yoxdur, heç bir kimyəvi toksik təsiri yoxdur və insanlar onu rahatlıqla qəbul eləyir və nəticələr də göz qabağındadır ki, müalicələr vaxtında düzgün aparlarsa, tam da effektli təsiri ola bilir. Doktor, bəs hamilə xanımlarda qurd aşkarlananda o necə olur, necə müalicəsi aparılır? Həqiqətən də hamilə xanımlarda qurdun müalicəsini aparmaq çox çətindir və heç də aparmırıq. Aparmırsınız. Niyə görə? Çünki qurd dərmanlarının bir xüsusiyyəti var ki, tonusu artırır. Qurdun xarici olması üçün tonusu artırır. Bu da uşağı düşük yaratmağa, uşaqların məsələn düşməsinə səbəb ola bilər. O yüzden də biz hamilə qadınlara qurd dərmanlarının içilməsini tövsiyə etmirik. Doktor, təşəkkür edirəm sizə. Vaxtımız yekunlaşdı. Biz yenidən görüşəcəyik. Qısa aradan sonra biz burada olacağıq.